Bu dərsimizdə looplarla, yəni döngülərlə tanış olacaq. JavaScript-də döngülər kodu təkrar-təkrar işlətmək üçün istifadə olunur. Bu mövzu xüsusilə massivlər, obyektlər və ya müəyyən sayda əməliyyatlar üçün çox vacibdir. Gəlin ilk olaraq ən çox istifadə olunan klassik for döngüsü ilə tanış olaq. İlk olaraq for yazıram və mötərizə açıram. Dəyərimi əlavə edirəm. Let i bərabərdir 0 yazıram və nöqtəli vergülü qoyuram. İndi şərtimizi yazıram. i-ni 5-dən kiçikdir şərtinə uyğunlaşdırıram və i-ni bir vahid artırıram. Və dırnaqlı mötərizəni açaraq konsola i-ni bu şəkildə yazıram. Və baxdığım zaman 0, 1, 2, 3 və 4-ə qədər rəqəmlər artmış olacaqdır. Ancaq 5-də dayanmış olacaq. Çünki şərtimiz 5-dən kiçik olana qədər rəqəmlərin sırayla artmasıdır. Daha sonraki döngümüz while döngüsüdür. While döngüsüdə şərt doğru olduğu müddətdə işləyir. Yəni bu şəkildə yazırıq. Let i bərabərdir 0 verirəm. Daha sonra while yazıram və mötərizədə true olana qədər, yəni i kiçikdir 5 şərtini ödəyənə qədər dırnaqlı mötərizəni açıram və konsola i-ni bu şəkildə yazıram. Və daha sonra i-ni bir vahid artırıram. Və baxdığım zaman konsola yenilənir. Bunu söndürüb təkrar yandıraq. Və baxdığım zaman 0-dan 4-ə qədər yenə bu şəkildə düzülmüş olacaqdır. İndi burada ən vacib məqam. Konsolu mən artırmadan aşağıda yazsam nə olacaq? Baxın 1-dən başladı və 5-ə qədər davam etdi. Daha sonra do while döngüsü vardır ki, bu da şərtimiz doğru olmasa belə yalnız bir dəfə işləyəcəkdir. Bunu da bu şəkildə görək. Let i bərabərdir 10 yazıram. Və do while döngüsündən istifadə edirəm. Extensionların köməyi ilə bu şəkildə sadələşdirirəm və gəlirəm burada ilk olaraq konsolu yazıram. Console.log i yazıram və daha sonra i-ni bir vahid artırıram. Condition olaraq da, yəni şərt olaraq da i-ni kiçik edirəm 5-ə. Bunu söndürürük. Sonsuz döngüyə gəlmiş olduğu ki, onu da göstərəcəm sizə. Baxın, burada şərtimizdə i rəqəmi kiçik olmalıdır 5-dən. Burada i-nin dəyəri 10-dur. 10 5-dən kiçik deyil. Bu şərt doğru olmasa belə, baxın bir dəfə çalışmış oldu. Və bir dəfə çalışıb 10 dəyərini yazdırdı. Əgər mən gəlib burada misal tutalım ki i-ni buraya yazdırsam. Baxın sonsuz döngüyə gəlmiş olacam. Bu sonsuz döngüdə bizə bir çox çətinliklər gətirmiş olur. Misal tutalım ki mən gəldim burada 5 yazdım bura. Yəni şərtimiz doğru olsa belə bu sonsuz döngüdə davam etmiş olacaqdır. Ona görə də səhifəni burada bağlayıram və yenidən səhifəni açmış olam və konsola baxdığım zaman 10 dəyərini almış olacam. Daha sonra massivlər üçün istifadə olunan bir döngü vardır. Bu da for of döngüsüdür. Misal bir massiv yazıram bura. Bunu bərabər eləyirəm. 1, daha doğrusu 1, vergül 2, 3, 4 və 5. Və for yazıram bura. Let item of array yazıram. Və dırnaqlı mötərizəni açaraq konsola itemları bu şəkildə düzmüş olam. İndi burada nə etdik? Yazdığımız dəyər massivdir.
bu massivi, yəni bu dəyəri bura yazırıq. Ofdan sonra yazırıq. Daha sonra özümüzdən hər hansısa bir ad fikirləşib bura əlavə edirik və həmin itemi artıq konsolda bu şəkildə göstərmiş olduq. Və daha sonra obyektlər üçün də istifadə olunan bir döngü vardır. Mən gəlirəm bura, obyekt yazıram bu şəkildə və dırnaqlı mötərizəni açaraq name 50 yazıram, age olaraq da 25 rəqəmini yazıram və bunu ini yazıram və daha sonra obyektimizi bura əlavə edirəm və item olaraq da misal mən bura key yazıram və ilk olaraq key'i göstərmiş olsun və obyektin içərisindəki keyləri göstərmiş olsun. Yəni mən burada ilk olaraq key, name və age almış olacağam və name və age bu şəkildə aldıq və obyektin içərisində keyləri, yəni name'i və age biz bu şəkildə yazaraq 50 və 25 dəyərlərini də konsolda yazdırmış olacaq. Bu döngüdə obyektlər üçün istifadə olunan bir metoddur, belə deyək. Və son olaraq da for each, yəni massivlər üçün xüsusi metod sayılan for each metodu ilə tanış olaq. For each metodunu mən funksiya mövzusunu keçdiyim zaman öyrənmişdik. Bunu dala qaytarıram. İndi mən burada array olsun bunun adı və bunu silirəm. Array nöqtə for each metodunu bura yazıram və bunu həm funksiya ilə bu şəkildə yaza bilərik. Burada name olmayacaq. Parametr olaraq misal itemi və indeksi yazar və daha sonra konsola itemi və indeksi bu şəkildə oxuduq. Və 0-cı indeksdə 1, 1-ci indeksdə 2 və irəliləyəcək və 4-cü indeksdə 5 rəqəmini bu şəkildə görmüş olacaq. Bunu biz adi funksiya ilə yazdıq. Əgər arrow function ilə yazsaydik, gəlirəm burada item və index yazıram və ox işarəsini qoyaraq dırnaqlı mötərizəni təkrar açıram və konsola itemi və indeksi bu şəkildə yazıram. Və baxdığım zaman yenə eyni dəyərləri görmüş olacağam. Bu dərsdə deyəcəklərim bu qədər. Növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.